olub Türkiyədə kokoreç yemişəm. Ondan sonra mən kokoreç görəndə 1 kilometr Quşadasından İzmirə gedirdim. Taksi tutmuşdum. Taksi dedi ki, burada qəşəng kokoreç verirlər. Mən də kokoreç nədir bilmirəm. Dedi, burada yolun qırağında yaxşı kokoreç pişirirlər. Gəl, saxlayaq, yeyək. Saxladıq, belə manqalda xanım pişirirdi. Yedim, çox da dadlı idi. Belə ləzzət elədi mənə. Belə bukvalən bir 10 dəqiqədən sonra mənim halım pisləşdi. Qızdırman qalxdı. Mən çox pis anlar yaşadım. Ondan sonra gəlib zəhərlənmişdim. Ondan sonra gəldim, bir ay xəstəxanada yatdım. Doğru. Bir ay, hə. Bütün mədəmi təmizləyirdilər, neyinirdilər. Ondan sonra kokoreç adı gələndə Mən olsam taksiyə də binmərəm. kokoreç satanlar indi mənə qarşı. Kokoreçin yaxşı anti-reklamı getdi. Televiziya verilişi eləyəndə, məzmun eləyəndə, misal üçün bundan öncəki INS-də elədiyiniz veriliş və ya Lider televiziyasında oralarda elədiyiniz